Yemək yeyəndə qidanın keçməməsi şikayəti var. Buna elmi dilim disfagiya deyilir və yediyi qidanı qaytarır. Bundan da əlavə xanımda quru qıcıqlandırıcı öskürək var. Nə qədər ağciyərindən, bronxundan müalicə alsa da, öskürək əleyhinə dərman preparatları qəbul etsə də, bunun öskürəyi kəsmir. Quru qıcıqlandırıcı öskürəyi. İndi biz endoskopiya edəcəyik ki, diaqnozunu qoyaq ki, burada nə səbəbdir ki, bu xanımda bu şikayətlər var. Demək, endoskopi müayinə zamanı bizə məlum oldu ki, burada qida borusu mədənin arasında sfinkter var, buna kardial sfinkter deyilir. Həmən sfinkter daralır, spazm verir. Buna elmi dildə qida borusunun axlaziyası deyilir, axlaziya. Və bu nə demək? Bu sinir mənşəli olur, xəstələr əhəmiyyət vermirlər buna. Əhəmiyyət vermədikləri üçün tədricən ta ki, qida çətin keçir, onda başlayırlar şikayətlərini bildirməyə. İnşallah gələcəkdə planımız bundan ibarətdir. Bu balon dilatasiya edəcək və yanaşı nevropatoloqun müalicəsini alacaq və qısa müddətdə biz effekt əldə edəcəyik. İnşallah o barədə də sizə məlumat verəcəyik.